Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli amma ba'd. Əziz qardaşlar, biz Salih Əməl kitabını götürürük. Əl-Əməl-i Salih. Bugünkü mövzumuzda müəllif deyir ki, öz cəmaatından olan tək bir məscidi davamlı seçmək barədə varid olanlar. Yəni ki, bir şəxsin öz məhəllə cəmaatına aid olan tək bir məscidi daimi ibadət məkanı seçməsi barədə nə gəlibdir sünnədə? Müəllif 134-cü rəvayətdə buyurur ki, İbn Ömər radiyallahu anhuma rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurmuşdu. Qoy bir kişi özünə yaxın olan məsciddə namaz qılsın, məscidlərin arasında gəzməsin. Hədisi Ər-Razi Fəvaidül Təmam kitabında rəvayət edir, Şeyx Albani hədisə səhih demişdi. Deməli, əziz qardaşlar, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, insan namaz qılanda özünə yaxın olan, yəni yaşadığı yerə, evinə yaxın olan məsciddə namaz qılmağa Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bizə buyurur. Yəni məscidləri gəzməsin. Hər dəfə bir dəfə o məscid, bir dəfə o biri məscid, bir dəfə belə məscidləri gəzmək olmaz. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bunu qadağan eləyibdir. İnsan öz məhəllə məscidində özünə yaxın olan məsciddə namazlarını qılmalıdır. Amma məscidləri gəzmək isə hər dəfə bir məscidə getmək düzgün deyil, sünnəyə müxalifdir. Yalnız insan səbəb olarsa, başqa bir məsciddə gedib namaz qılmağına, elm məclisi varsa və yaxud da orada namaz qılanın daha uzun qılması, bu xoşdur ki, məsciddə namaz uzun qılınsın və digər səbəblərdən dolayı gedirsə də insan ora, sünnədə, yəni ki, hansı ki, səbəbləri bilinən, icazəli olan səbəblərdən onu dedi ki, elm üçün məsələ deyir ki, gedirəm namazı qılım, namazdan sonra orada elm məclisi, zikr məclisi təşkil olunubdur. Və yaşadığı yerdən ola bilsin, biraz başqa bir yerdədir, uzaqlıqdadır, başqa bir məhəllədədir, başqa bir kənddədir. O halda icazəlidir, eyb etməz getməyi. Amma insan namaz qılanda gərək özünə yaxın olan məscidi seçib daim orada qılsın. Bunun bir neçə səbəbi var. O səbəblərdən də birisi, biz əziz qardaşlar, məscidi təkcə namaz kimi yox, həmçinin də ictimai bir yerdir. İnsanların bir-birlərinin halına maraqlanmasıdır. Sən ora gedəndə qonşundur, qohumundur, yaxının olanını da belə halını öyrənmiş olursan. İstər-istəməz biri gəlməyəndə, bir nə qədər gəlməyəndə, necə ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem zamanında hansısa da bir sahabə bir nə qədər müddət gəlməyəndə Peyğəmbər sallallahu aleyhi ve sellem onu axtarardı. Onun halına maraqlanardı. Niyə gəlmir? İnsan xəstələnibsə xəstə ziyarətinə gedərdilər. Nəsə başqa ehtiyacı varsa Peyğəmbər sallallahu aleyhi ve sellem çalışardı onun ehtiyacını qarşılamağa. Yəni ona görə ən başlıca səbəblərdən də birisi budur insan. Yaşadığı yerdə namaz qılanda o məhəllə cəmaatı həm bir yerə gəlirlər, hamı bir yerə gəlir o cəmaat, bir-birlərini görürlər, bir-birlərinin hallarına maraqlanırlar. Mehribançılıq, yəni ki, cəmaat namazı bir yerdə qılındığı kimi kişilər üçün, məsciddə bir yerdə qılındığı kimi, həmçində onların da digər ehtiyacları da, yəni digər dünyavi halları da, yəni ki, dinimiz bizə buyurur ki, insanlar bir-birlərinin hallarına maraqlansınlar, bir-birlərinə can yandırsınlar. Yəni səbəblər budur, əziz qardaşlar. Dinimiz rəhmət dinidir. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, bir kişi namaz qılanda, bir insan namaz qılanda özünə yaxın olan məsciddə namaz qılsın. Yəni, məhəllə məscidi ən yaxın hansı məsciddirsə, varsa, o məsciddə namazını qılsın. Yəni, ola bilsin, yaşadığın yerdə məscidlər çoxdur. Amma insan hər dəfə bir məscidə gedir. Hər dəfə bir məscidə gedir. Yəni, gah o bir məscidə, gah bu məscidə və yaxud da gündə bir məscidə gedir. Və yaxud da namazların arasında hərəsini bir məsciddə namaz qılır. Bu, sünnə ilə icazəli deyil, müxalifdir sünnəyə. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bunu qadağan eləyibdir. Sonra əziz qardaşlar, müəllif buyurur ki, növbəti fəsildə bir insanın məsciddə müəyyən bir yeri götürüb
oradan başqa bir yerdə namaz qılmasının qadağan olunması barədə. Yəni insan məsciddə daimi bir yerdə namaz qılır. Məsciddə özünə bir məkan götürübdür. Məscidin hər hansı bir yerində, sağında mı, solunda mı, daimi orada namaz qılır. Yəni ki, bu barədə gələn qadağa barədədir. 135-ci rivayətdə müəllif deyir ki, Abdurrahman ibn Şibil radiyallahu anhu rivayət edir ki, Allah Resulü sallallahu aleyhi və səlləm 3 şeyi qadağan etdi. Qarğa kimi dimdikləyərək namaz qılmağa, yəni tələm-tələsik. Yəni görürsüz o quş necə ki başını yerə vurur, belə qaldırır. İnsan da namaz qılanda səzdədə tez-tez səzdəyə gedib o formada namaz qılması. Vəhşi kimi çökməyi, yəni namazda dirsəkləri yerə qoyaraq namaz qılmağı qadağan eləyib və bir kişinin də məsciddə namaz üçün bir yeri götürüb, orada namaz qılması necə ki, dəvə özünə bir yeri daimi götürdüyü kimi. Dəvə əziz qardaşlar, başqa heyvanlara nisbətdə yatdığı yer ki var, oranı özü üçün daimi elə bil ki, bir məkan götürür. Hardasa o yatmaq istəyirsə, gəlir həmişə orada yatır. Peyğəmbər sallallahu əleyhi və səlləm də ümmətinə, insanlara bildirib ki, heyvanlara oxşamasınlar. Belə etməsin məsciddə. Çünki bəzi adamlar var ki, əziz qardaşlar, məsciddə özünə bir yer götürüb həmişə gəlir ora. İndi kimsə də ora gələndə o gəlir onu oradan qaldırır. Və yaxud da qovalayır. Başqa bir söz deyir. Bu da olmaz. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bunu qadağan elibdir. Hədisi İbn Məcə öz Sünən kitabında rivayət edib, hədis həsəndir. Növbəti fəsildə əziz qardaşlar, müəllif deyir ki, "Fadlu men adda salata fil məscidi və law subiqa biha." Məsciddə namaz qılmağın, namaz ötüb keçsə də belə, qılınıb qutarsa da belə, namaz qılmağın fəziləti. Namazı ötürsə, namaz ötürür, yəni cemaat namaz gedirsən elə bil məsciddə. Cemaat namazı qılınıbdır. Onunla da belə, yəni sən məsciddə namaz qılırsansa da bunun fəziləti barəsində buyurur müəllif. 136-cı rivayətdə əziz qardaşlar, Əbu Hüreyrə radiyallahu anh rivayət edir ki, Allah Resulü sallallahu əleyhi və səlləm belə buyurmuşdu. Kim dəstəmaz alar və onu gözəlləşdirərsə, yəni gözəl, mükəmməl, tam dəstəmazını alarsa, sonra gedər, görər ki, insanlar artıq namazı qılıb qutarıblar. Deyir ki, İzzət və Cəlal sahibi Allah ona o namaz qılanların və o namazda iştirak edənlərin savabını verər, onların savabından heç bir şey əksilməz. Hədis Əbu Davud Sünən kitabında rivayət eləyib, həmçində Nəsai hədis səhihdir. Deməli deyir ki, əziz qardaşlar, İbn Həcər rahimehullah çox gözəl söz deyir bu hədisin şərhində, Buxarinin şərh eləyəndə Fəthül Bari kitabında 6-cı cild 137-ci səhifədə İbn Həcər deyir ki, rahimehullah, bu kimə aiddir? O şəxsə ki, davamlı cemaat namazı, davamlı məscidə gedən adamdır. Növbəti fəsildə əziz qardaşlar müəllif buyurur ki, "Mə cə fin nəvmi anis salati və men nama anha meta yusallihi." Deyir ki, namaza yatmaq və kim ona yatıb qalarsa, onu nə vaxt qılar? Yəni namaza yatmaq barəsində və yatıb qalan adam onu nə vaxt qılmalıdır? Barəsində gələn rivayətlər. 137-ci rivayətdə deməli Əbu Qatada radiyallahu anhu rivayət edir ki, Allah Resulü sallallahu əleyhi və səlləm belə buyurmuşdu. Yatmaqda, yəni namaza yatıb qalmaqda günah yoxdur. Deyir ki, günah təqsir oyaq qalmaqdadır. Yəni sonra Peyğəmbər sallallahu əleyhi və səlləm oyaq qalmayı izah eləyir. Deyir ki, o namazı gecikdirib növbəti namazın vaxtına girməsinə saxlamaqdadır. Hədisi Əbu Davud rivayət edib, hədis səhihdir. Növbəti rivayətdə 138-ci rivayətdə yenə eyni oxşar hədisdir. Əbu Qatada radiyallahu anh rivayət edir ki, Allah Resulü sallallahu əleyhi və səlləm belə buyurmuşdur. Yuxuda səhlənkarlıq yoxdur. Səhlənkarlıq odur ki, insanın namazı qılmır, başqa namazın, növbəti namazın vaxtını gəlib saxlamasındadır. Yəni o namazı qılmayıb, növbəti namazın vaxtının girən vaxtına kimi uzatıb saxlamasındadır. Səhlənkarlıq bundadır. Yuxuda səhlənkarlıq yoxdur. İnsan yatır da, bunu da izah elədik. Hətta deyək ki, insan ola bilsin tapşırsın da, budinlikdə də qursun da, yəni ki, bununla da belə yatsa insan günah qazanmır. Günah qazanmır. Amma günah kim qazanır? Oyaq olan adamdır. Səhlənkarlıq
oyaq olandadır ki, namazını vaxtında qılmır. Ötürür, növbəti vaxta saxlayır. Sonra deyir qılarsan, amma bilmir ki, sonra qılmaq haramdır, olmaz. Yəni də qılmalıdır. Qılmanı, yəni bəli, qılmalıdır. Amma günah qazanır, böyük günah qazanır. Növbəti 139-cu rəvayətdə müəllif deyir ki, deməli, Əbu Qatadə radiyallahu anhu rəvayət eləyir ki, hansı ki onlar namaza yatıb qalan vaxtı hadisəsini rəvayət eləyir. Deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allah Taala, həqiqətən Allah Taala sizin ruhlarınızı istədiyi vaxtı götürür və istədiyi vaxtı da ona özünüzə qaytarır. Və deyir ki, sonra deyir ki, sahabələr, yəni ki, o namazı ötürən vaxtı nəql eləyir. Deyir ki, onlar deyir ehtiyaclarını ödəyirlər, yəni namazı yatıb qalandan sonra oyanırlar, ehtiyaclarını ödəyirlər, yəni təharət ehtiyaclarını. Sonra dəstəmaz alırlar və deyir ki, həmin vaxtda deyir günəş çıxmışdı, hətta ağarmışdı belə. Yəni çıxdığı yerdən artıq tam parıldı və deyir namazlarını qıldılar. Durub namazlarını qıldılar. Deməli, əziz qardaşlar, bu hadisə necə olubdur? Peyğəmbər sallallahu əleyhi və səlləm bir dəfə səfərlərin birində sahabələrlə olur. Gəlirlər yolda, dincələndə, Mədinəyə qaydanda olur. Yolda gəlib dincəlirlər və Peyğəmbər sallallahu əleyhi və səlləm Bilal radiyallahu anhuya deyir ki, sən yatma, oyaq qal, cəmaatı namaza qaldırarsan. Bu deyir ki, yaxşı, ey Allah Rəsulu. Və hamı yatır. Hamı yatır, dincəlir və Bilal radiyallahu anh da dəvəsinə söykənir, yaxud da dəvəyə söykənir, bu da yatır. Bu da yəni yatır və ilk oyanan Peyğəmbərimiz sallallahu əleyhi və səlləm olur. Günəş çıxır, günəş hətta bunun gözünə düşür və qalxır və deyir ki, qalxın, deyir, bura şeytan gəlibdir və biraz irəlilədikdən sonra Peyğəmbər sallallahu əleyhi və səlləm əmr eləyir ki, Bilala azan versinlər. Azan versin. Azan verir və sahabələr təbii ehtiyaclarına ödəyirlər. Necə ki, bu hədisdə bu hissəsi gəlib. Sonra dəstəmaz alırlar, namazın sünnəsini qılıb, sonra iqamə verib namazın özünü, yəni sübh namazın özünü qılırlar. Mən biraz əvvəl dediyimə, yəni o səbəb tutmaq namaza, yəni ki, deyir ki, insanın o müasir vasitələrdə budilnik olsun, kiməsə deməsi. Bax, bu hissədir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm kimə Bilala tapşırır ki, yəni sən yatma, oyaq qal. İndi ola bilsin, sonra dincələrsən də, yəni ki, indi hamı yəni yorulubdur. Yəni, biri var ki, bir nəfər oyaq qalsın, bir də var ki, neçə nəfər adamdır. Yəni sən onsuz da müəzzindir də, yəni müəzzin işi biz dərslərdə keçmişik ki, müəzzin fəziləti barəsində. Və bu da yatıb qalır. Yəni, burada söhbət nədən gedir ki, səbəb tutmaqdan, əziz qardaşlar. Yəni insan bu dinliki qoyur, bu dinliki yanına qoymur, görsə əlindən söndürür, söndürüb də gör ki, gün çıxdı. Yəni 5 dəfə, 15 dəfə söndürür, amma biraz aralıda olanda, bu dinlik aralıda olanda istər-istəməz yuxudan gedib onu söndürməyi, bir şey eləməyi, yəni insanın yuxusu dağıla bilir də. Düz bəzən görsən ki, elə adamlar da var ki, söndürür, təzədən gəlir yatır, bu müsibətdir, bu problemdir. Belə etmək olmaz. Yox ki, elə şey də varsa da nəsə başqa bir səbəb tutsun. Yəni səbəblər deyənlər var, yəni ki, yatdığı yerə nəsə nəmli bir şey qoysun. Yəni bu kimi şeyləri az qardaşlar alimlər belə asanlaşdırır, amma yəni ki, müsəlmana yəni davamlı belə bir şey insan eləyirsə ayıbdır da. Yəni müsəlman üçün belə şeylər deyilsin ki, bunu elə, onu elə, bunu elə. Yəni görsən ki, insanlar indi xüsusən də sübh namazına indi görsən ki, az qardaşlar yatırlar. Niyə, səbəb nədir? Deyim, işləmək səbəbidir, yox. İnternetdə, sosial şəbəkələrdə oturmaqda gecə saat 1-də 2-də yatır. Xüsusən də yay vaxtıdır. Yəni sübh namazın vaxtı tez girir. Görürsən 1 saat, 2 saat qalmış sübh namazına yatır və sübh namazına qalmır və çox sonra qalxır. Yəni bu deyək ki, işləməkdən dolayı deyil, bu yorğunluqdan dolayı deyil. Yəni boş-boş sosial şəbəkələrdə oturur və orada olan şeylər də çoxsu da lazımsız, mənasız şeylərdir. Yəni insan deyim ki, elm öyrənir. Peyğəmbər sallallahu əleyhi və səlləm işə namazından sonra əziz qardaşlar danışmağı, oyaq qalmağı xoşlamazdı. Necə ki, Ayşə radiyallahu anhadan gəlir. Yəni deyir ki, Ayşə radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm işədən qabaq yatmağı, işədən sonra isə danışmağı, oyaq qalmağı xoşlamazdı. Yalnız istisna hal. Kimsə də musafir gələrdi, dini öyrənməyə uzaq bir məsafədən gələrdi, oturardı. O da ki, yəni qısa bir müddət olubdu. Yəni indi deyək ki, işədən sonra elm məclisi, zikr məclisi varsa, səbəbli bir şey varsa da, bu da çox çəkmir, yarım saat, 1 saat çək.
çəksin. Yəni gəlməkli, getməkli deyək ki, 1-2 saat çəksin. Amma yəni bu heç vaxt 12-dən yuxarı qalxmır. İnsan oturub sosial şəbəkədə yəni saat 1-də 2-də yatır, elm öyrənir. Belə bir elm də olmur. Belə bir şey də yəni ki, insan eləyib elə halda yəni ki, eləyib sübh namazına qalırsa da haramdır. Günah qazanır. Günah qazanır. Belə etməsi olmaz. Səbəb tutmaq lazımdır və yəni ki, elə o səbəblərdən də ən başlıcası birincisi odur ki, tez yatmaq lazımdır. Xüsusən də bir insan bilir ki, onun problemi var bu barədə. Bu məsələdə, bu əməldə bunun problemi varsa da, o adama elə vacibdir ki, vaxtında yatsın. Ona vacib olan namazlarını vaxtında qılsın. Başqa tərəfdən də insanın elə səhhətinə də ziyandır da. İndi görürsən ki, belə həkimlər də bu barədə olan ixtisas sahibləri də danışırlar ki, gec yatmaq insana yəni ki, zərərdir. Növbəti rivayətdə 140-cı rivayətdə deməli Ənəs radiyallahu anh rivayət edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurmuşdu. Kim namazı unudarsa, qoy onu yadına düşəndə qılsın. Deyir ki, onun da bundan başqa kəfarəsi yoxdur. Allah Taala Quran-ı Kərimdə buyurur ki, məni xatırlamaq üçün namaz qıl. Deməli bu hədisi Nəsai öz Sünən kitabında rivayət eləyib və səhih hədisdir. Bundan kifayətlənək. Allah Taala'dan istəyirəm, Allah Taala bizi eşidib faydalananlardan eləsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi öz dinində fəqihlərdən, dərin bilgi sahiblərindən etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizim bütün günahlarımızı bağışlasın, bizi əfv etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizi daimi harada olduqsa olaq qorusun, hifz etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi burada yığıb cəm etdiyi kimi uca cənnətdə sevimli Peyğəmbər Muhammed sallallahu əleyhi və səlləm yanında bizi yığsın, cəm eləsin, toplasın. Daha doğrusunu Allah bilir və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və sahbihi əcməin. Subhanakallahumma bihamdik. Əşhədu en la ilahe illə ent, əstəğfiruka və ətubu ileyh.